Niyə belə səs verirsiniz ki, musiqiyə? Niyə deyəcəm? Bilirsiniz icazə yoxdur. Hə, bilmirəm. Hələ saat 3-ə 4-ə qədər olacaq. Axşam saatlarında, xüsusən gecə saat 12-dən sonra paytaxt ərazisində bəzi avtomobillərdən gələn yüksək musiqi səsləri insanlar narahat edir və biz hazırda paytaxtın mərkəzində metronun sahil stansiyasının qarşısında müşahidələr aparırıq. Bu musiqi səsi saat neçəyə qədər olur təxminən? Səhərə qədər. Sizin evin içində də gəlir səs. Bəli, biz burada yaşayırıq. Tam gəlmir evin içinə, amma aradan pəncərəni açıq qoyanda gəlir. Hələ bir də görürsən ki, tıxac olanda dayanırlar. Soruşmuşam özlərindən. Nə deyirlər? Deyirəm oğlum, sənin qulağında qulaqçıq. Sən ona qulaq asmırsan. Bir mənə qulaqçığı. Dayandırmışam maşını. Burada yaxında olur. Hansı saatlara qədər olur məsələn o? Lüboy saatda. Saat neçədir indi? İndi 1-ə qalıb. Hələ saat 3-ə 4-ə qədər olacaq. Bu vaxtı musiqi bilirsiniz də olmaz. Çəkmir, hə? Niyə belə səs verirsiniz ki, musiqiyə? Niyə deyəcəm? Bilirsiniz icazə yoxdur. Hə, bilmirəm. Şəhər mərkəzində bu vaxtlar deyirlər ki, musiqiyə çox səs vermək olmaz da. Polis də buna bağlı məlumat yayıb. Amma sizdə avtomobildə səs biraz yüksək idi. Yüksəkdi mi? Azaltdınız da. İndi söndürmüşəm ümumiyyətlə. Hər halda Söndürdünüz. 12-13 idi. Onlar çox yüksək yoxsa? Amma saat elə bir saatdır ki, bu vaxt insanlar artıq yatır. Deyərdim ki, ortaydı, hər halda mənə elə gəldi. Amma kənardan eşidilirsə yüksək, deməli çox idi də. Ola bilər. Mən cavan pokoleniyam, məni narahat etməyə bilər, amma qoca pokoleniya edə bilər. Çünki istər-istəməz hərənin qulaq tərzi başqa cürdür. Bu hal ictimai asayiş pozuntusudur və digər insanların haqlı olaraq narazılığına səbəb olur. Gecə saat 12-dən səhər 7-yə dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini yüksək səslə